Ön cəbhəyə gedəndən sonra biz əlaqə saxlaya bilmədik Muxtarla və ondan sonra Muxtarın telefonuna əlaqə saxladım, bir başqa adam götürdü. Salam, əleykümə salam. Kimdir? Dedim, dostudur. Dedi, atası, qardaşı deyil ki. Dedim, xeyr. Dedim, bəs Muxtar haradadır? Dedilər, başı sağ olsun, bəs Muxtar şəhid oldu. Hələ biz çatmamışdı, valla. Biz evdən geliyoruz, Muxtarın gələndə cənazəsi. Ondan hələ bizə şeylər ki, Muxtar şəhid oldu. Mən axırıncı dəfə onunla danışanda dedim, amma bizim təlimimiz qutardı. Ayın 27-sində bəlkə evə gəldik. 27-si gündə müharibə başladı. Dedim, amma əgər 27-si bizə buraxmasalar, mən dedim, oktyabrın 2-si evdəyəm. Elə həqiqi də Muxtar elə oktyabrın 2-sində axşam evdə oldu. Onda da sözünə sadiq çıxdı. Nə vaxt dedi, həmin vaxtda gəldi. Oktyabrın 2-si dedi, oktyabrın 2-si axşam evdə oldu.